Hər vaxtınız xeyir dəyərli dostlar. Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusubov. Bugün sizinlə coğrafiya test toplusu birinci hissə, demək, Azərbaycanın geoloji 2025-ci il nəşr, Azərbaycanın geoloji quruluşu və mineral ehtiyatları bölməsində Azərbaycanın geoloji quruluşu mövzusuna aid olan testlərin izahına baxacağam. Sizdən iki xahişim var. Biri odur ki, kanala abunə olun və videonu bəyənin. İkinci xahişim də odur ki, videonun şərh bölməsində videonu izlədiyiniz, yəni yaşadığınız ərazini qeyd edin, hansı bölgədən izləyirsiniz, onu qeyd edin ki, bu həm monitorinq məqsədi ilə kanalımızın demək istifadə olunma arealın coğrafiyasını müəyyənləşdirməyə bizə kömək eləyəcək, həm də ki, ümumiyyətlə videonun yayılmasında da kömək olacaq. Xahiş edirəm bunu edin və mən başlayıram testin izahına. Ümidvaram ki, inşallah hər biriniz üçün xeyirli olsun. Birinci sual soruşur ki, Kür-Araz ovalığında filiz faydalı qazıntılar yataqlarının olmamasının səbəbi. Filiz və faydalı qazıntıları adətən maqmatik suxurların üstünü təşkil etdiyi ərazilərdə olur. Kür-Araz ovalığı relyefin nisbətən çökək yeri olduğuna görə Azərbaycanda orada çökmə mənşəli faydalı suxurlar üstünü təşkil edir. Ona görə də çökmə mənşəli faydalı qazıntılar üstünü təşkil edir. Qalan digər variantların heç biri uyğun gəlməz, səbəbi izah elədim. İkinci sual, Azərbaycan Respublikasının ərazisində hansı eranın çöküntüləri daha az yayılmışdır? Bu suala şagirdlərimizin çox görmüşəm ki, arxi cavabı vermək. Amma nə arxi, nə proterozoy cavab deyil. Çünki Azərbaycanda ümumiyyətlə arxi və proterozoy erasına çöküntü yoxdur. Məsələn, sağ tərəfdə yerləşdiyim xəritəyə fikir verin. Burada arxi, proterozoy çöküntüləri Azərbaycanda olsaydı, bu təbii ki, bu şkalada da onların adı yazılardı. Yəni o çöküntülər bizdə yoxdur. Yoxdursa, demək, onun azlığından da biz söhbət eləyə bilmərik. Olanların içərisində ən az sahə tutan, alt paleozoy dövrünə aid olan ən qədim suxurlar Zəyəm-Çay, Əsrik-Çay hövzəsi, bir də Sədərək qalxmasında var. Ona görə də paleozoy cavabı doğrudur. Üçüncü sual, Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyət. Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətlərdən zirvələri qar xəttindən yüksəkdə yerləşir. Azərbaycanda qar xətti 3900 metrdən keçir. Kiçik Qafqaz dağlarının ən yüksək zirvəsi isə Camış dağıdır 3724. Tektonik zon olaraq demirəm, vilayət olaraq deyirəm. Dağlıq ərazi olaraq deyirəm. Ona görə də bu doğru cavab deyil. Qədim dağ deyil, Azərbaycan Alp-Malay sistemindədir. Azərbaycanda yerləşən bütün dağların hamısı cavan dağdır. Zəngin filiz faydalı qazıntılarına malikdir. Yəni metal ehtiyatları var. Bundan sonra mineral ehtiyatlar bölməsini həll edəndə görəcəksiniz ki, Kiçik Qafqazda filiz mənşəli, yəni metal mənşəli faydalı qazıntılar üstünlük təşkil edir həqiqətən. Azərbaycanda nəinki Kiçik Qafqazda heç harda ümumiyyətlə bizdə daş kömür ehtiyatı yoxdur. Çökmə suxur dağlıq ərazidə olmur. Növbəti sual, dördüncü suala baxaq. Dördüncü sual deyir ki, Azərbaycanda Böyük və Kiçik Qafqaz dağ sistemləri üçün ümumi olmayan xüsusiyyət. Böyük Qafqaz dağları daha çox vulkanik suxurların geniş yayılması ilə fərqlənir. Amma Kiçik Qafqazda, daha doğrusu Kiçik Qafqaz belədir. Vulkanik suxurlar Kiçik Qafqazda üstünlük təşkil edir. İstəyirsiniz baxaq. V hərfləri görürsünüz, burada V hərfi var. Şəkil aşağı hissəsinə düşməyib, ona yazacaqdır, V hərflərinin qarşısına yazacaqdır. Siz Xəzər dənizi olan hissədə yazın, bura boşdur. V-ya vulkanogen suxurlar. Burada fikir verin, Kiçik Qafqaza siz fikir verin, görün, vulkanogen V hərfi nə qədər çoxdur burada, həm də Naxçıvanda. Ümumiyyətlə, Kiçik Qafqaz tektonik zonasında çoxdur, Talış dağlarında da var. Amma Böyük Qafqaz dağlarının bir az-maz bəzi yerlərdən istisna olmaqla demək olar ki, yoxdur. Onda bu fikirdən nə nəticə ortalığa çıxır? O nəticə ortalığa çıxır ki, Kiçik Qafqaz, Böyük Qafqaz çökmə mənşəli suxurlardan təşkil olunub daha çox. Kiçik Qafqaz vilayət tektonik zonası isə həm Kiçik Qafqazın özü, həm Naxçıvan, həm də ki, Talış dağları. Burada vulkanogen suxurlar üstünlük təşkil edir. Ona görə doğru cavab B idi. Keçdik 5-ci suala. 5-ci sualda deyir ki, palçıq vulkanları Azərbaycan hansı ərazilərində daha çox yayılmışdır? Onun xəritəsini mən yerləşdirmişəm. Çox rahat bunu biz deyə bilərik. Demək, birincisi Xəzər dənizinin şel zonasında, Abşeron Qobustanda, bir də Cənub-Şərqi Şirvanda. Abşeron Qobustanda biraz kiçik çəkdim, bunu böyüdü. Abşeron Qobustanda, bir də Cənub-Şərqi Şirvanda. Qobustan, Abşeron, Cənub-Şərqi Şirvan, Xəzər dənizinin şel zonası. Y variantında görürsünüz ki, dediklərim orada var. Altın sualdakı Azərbaycanda 4-cü dövr çökmə suları geniş yayıldığı ərazidə. Çox asan geoloji xəritəyə baxmaq lazım sadəcə olaraq. Bu xəritə hər birinizin, bu çökmə sözü idi. Ö hərfi yaxşı düşməmişdi. Sildim bunu. Demək,
Bu xəritə siz xeyli baxmalısınız. Yəni dərs öyrənərkən bunu bir xeyli araşdırmalısınız ki, bu xəritənin mahiyyətini başa düşməyə çalışmalısınız, çünki testlərdə lazımdır. Bilirsiniz ki, 4-cü dövr süxurları G hərfi ilə işarə olunub. Burada şəklin yuxarı hissəsində olub G hərfi düşməyib. Bu hissədə yazılmışdı. G hərfinin, yəni ki, görürsünüz, bu ağ, tər, ağ, G hərfi yazılan daha doğrusu G hərfi yazılan bu ərazilər, Lənkəran ovalığı da var idi aşağıda. Naxçıvanda da bir balaca kiçik bir ərazilər də var. Demək bunlar bir də Qarabağ vulkanik yayılası da var. Bu ərazilər 4-cü dövr çökmə süxurları geniş yayılmışdır. İndi fikir verin. Yəni yüksək vulkanik yayılan istisna olmalı, yüksək dağlıq ərazilər ola bilməz. Düzənliklər ancaq cavab olacaq. Şollar düzü, Şirvan düzü, Muğan düzü. Hər üçünə baxacaq. Şollar düzü fikir verin. Q hərfi yazılmışdı. Burada var idi. Biraz böyüdə bilərəm istəsəz. Muğan düzü idi. Bir də Şirvan, demək. Mil Muğan düzü bu hissələr. Bir də Şirvan düzü bu hissələr. Demək 1, 3, 5-dirsə, onda doğru cavab 6-cı sualda A variantı ola bilər. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, demək, Azərbaycan ən qədim süxurların səthə çıxdığı ərazilər. Alt paleozoy dövrünə aid olan ən qədim süxurlar hansı ki, bu xəritəyə baxın, görəcəksiniz, ən son bölməni təşkil edir. Bizdə Zəyəm PZ şəklində yazılıb, bax bu hissədə. Zəyəm çay, Əsrik çay hövzəsində, bir də burada Devon dövrüdür. Bir az daha onunla müqayisədə bir balaca daha cavan dövr sayılır. O da ki, burada Sədərək qalxması. Yəni, hər ikisi ölkə üzrə ən qədim dövrə aid olan süxurların yayıldığı ərazidir. Sədərək qalxması, bir də Zəyəm çay, Əsrik çay. Görək, Azərbaycan ən qədim süxurların səthə çıxdığı ərazilər. Dərələyəz. Bura Sədərək qalxması demədi. Bura bilirsiniz ki, Dərələyəz silsiləsi var. Onun şimal hissəsi. Yəni, Sədərək qalxması elə nədir? Dərələyəz silsiləsi sözünün demək olar ki, eynidir. Variant 3-4 tapdıq da, deyəsən orada biz. Onda variantlara baxarıq. Zəyəm çay sözü də var idi. Bu da doğrudur. 3, 4, 6. C variantı. C variantı. Sonra 8-ci suala baxaq. Deyir ki, Böyük Qafqaz tektonik qalxmasına daxil olan ərazilər. Bilirsiniz ki, Böyük Qafqaz tektonik qalxması deyəndə Böyük Qafqaz dağlarının olduğu ərazilər nəzərdə tutulur. Bu hissələr. Burada Böyük Qafqaz vilayətinin bu düzənli hissələrin götürməməli. Çünki Böyük Qafqaz tektonik vilayəti, Böyük Qafqaz vilayəti demir, tektonik qalxması deyil. Yəni dağlıq ərazini soruşur. Böyük Qafqazın tektonik qalxmış əraziləri. Burada olan silsilələri götürəcək təbii ki, cavaba. Ləngəbiz silsiləsi var idi. Bax, Ləngəbiz bu hissədədir. Bu hissədə. Burada işarələdim biraz. Ləngəbiz silsiləsi ola bilər. Qobustan təbii ki, ola bilər bura. Bir də yan silsilədə ola bilər. O da ki, bu hissədəydi. Yəni ki, doğru cavab 2, 3, 5 görürəm. D variantı. 9-cu sual. Kür çökəkli tektonik zonasına daxil olan ərazilər. Kür çökəkli relyef baxımından bilirsiniz də, kür çökəkli baxın. Demək, bu hissələr. Tektonik zona xəritəsi var da, yəni baxa bilərsiniz. Bu ərazi, bu yaşıl yer. Bura hara daxildir? O biri xəritədə onu işarələmək heç bir ehtiyac yox idi. Təbii ki, Gəncə Qazax düz olacaq. Düzənli ərazilər daxildir. Ceyrançıl Acınoğurdur. Bir də Cənub-Şərqi Şirvan. Yəni, görək ki, Gəncə Qazax düzü, bax, bura. Ceyrançıl Acınoğur bura. Bir də Cənub-Şərqi Şirvan düzü bura. Hər üç ərazi daxil idi. 1, 3, 5-lə C variantı. 10-cu suala baxaq. Deyək ki, 10-cu sual deyək ki, daha fəal seismik ərazi. Azərbaycanda seismik aktivliyin ən yüksək olduğu, burada bilirsiniz ki, tektonik qırılmalara bağlıdır da o seismik aktivlik. Şamaxı zonasıdır bu hissədə, Gəncə zonasıdır bu hissədə, bir də Zəngəzur silsiləsində Qapıcıq dağında. İndiyənə qədər ən yüksək zəlzələlər olub. Ərazi olaraq 2, 3, 6, o da A variantına doğru gəlir. 11-ci sual deyir ki, Kaynazoy şəkildə biraz balacalaşdıraq. Sildək. Deyir ki, Kaynazoy yaşıl çökmə suxurların yayıldığı ərazilər. Bu xəritəyə baxa bilərsiniz. Bu, dediyim kimi, bu G hərfinə işarə olunan ərazilərdir. Kaynazoy yerasında antropogendir. Yox, bütün Kaynazoy soruşursa, burada neogen, paleogen də soruşur.
Ya burada görürsünüz ki, bu hissəyə baxın, G hərfinə işarə olunub. 5 doğrudur, 1 doğrudur. Deyimi, bir hara yazmışdı, hə, bu hissə, yox, bura 1 doğrudur. Sonra bir də bir də Lənkəranovalığı 3 bura. 1, 3, 5. Doğrudur. Burada Qarabağ vulkanik yaylasının bir yerini vermişdi. Bura Neogen biraz qarışıq poligon bir yerdə. Ona görə də onu götürməyə bilərəm. Variantda dəqiq cavab var da. Ona görə də ona ehtiyac yoxdur. Biraz onu şübhələndirə bilər. Ancaq dediyim kimi əlimizdə dəqiq cavab varsa, onda şübhə heç bir yeri yoxdur təbii ki. Sonra 12-ci sual. Azərbaycan Respublikası ərazisində geosinkron qurşaqlar yerləşməsi nəzərdə. Deyir ki, biz Alp-Himalay seysmik zonasında yerləşirik deyə bizdə nə olur? Seysmik hadisələrin ümumiyyətlə Alp-Himalay sistemində baş verən seysmik zonalarda baş verən seysmik fəallıqlar bizdə də olacaq təbii ki. Fəal seysmikliyə malikdir. Relyefin hündürlüyü amplitudu çoxdur. Yəni dağlıq düzənlikdir, o mənada deyir. Bir də cavan dağlar təbii ki formalaşır. Cavan dağlar formalaşır. Relyefin hündürlük amplitudu azdır. Azdır. Səhv getmişdi. Hə, bizdə relyef hündür dağlıqdır deyə şair qurşaqlıq qanunluğu özünü göstərir. Yəni dağlarda dağın ətəyindən zirvəsinə doğru təbii landşaft tiplərinin bir-birini əvəz eləməsi müşahidə olunur. Ona təbii zonalıq deyilir. İndi ola bilsin ki, mən bu izahı dinləyənlərin bəziləri onu keçməyiblər. Dərhal fikirləşə bilərsiniz, keçməmişəm. Bəli, keçməmisiniz, ancaq keçəcəksiniz. Dağlıq ərazilərə xarakterik bir sözdür bu, şaqilə zonallığı da. Yəni dağın ətəyindən zirvəsinə doğru təbii landşaft tiplərinin, bitki heyvanlar aləminin dəyişməsinə deyilir. 13-cü sual. 13-də deyir ki, Talış və Baş Qafqaz silsiləsinin ümumi olmayan xüsusiyyəti, demək, Talış dağları, bir də Baş Qafqaz silsiləsinin ümumi olmayan əlaməti cavan dağdır. Azərbaycanda yerləşən dağların əksəriyyəti cavan dağlardır. Hə, vulkanik süxurlar bayaq qeyd eləmişdim. Bu vulkanik süxurlar bilirsiniz, burada qeyd eləmişdim mən onu. Kiçik Qafqaz tektonik zonasında yerləşən Böyük Qafqaz çökmə süxurlardan daha çox təşkil olunub. Video izahata buna mənə elə gəlir ki, daha çox tez-tez biz rastlaşacağıq. 14-cü sualda ki, Şollar düzü və Samur Təbəssübağına yerləşdiyi tektonik zona. Bu hissə, Şollar düzü burada. İndi o biri xəritədə mən onu izah eləməliyəm, bu xəritədə. Şollar düzü bura, düzdür. Fikir versiniz, hansı tektonik zonadır bura? Təbii ki, Ön Qafqaz. Burada qeyd eləməyiblər, Ön Qafqazdır. Ön Qafqaz tektonik əyilmə zonasına daxildir. Ona görə də 14-cü sualın cavabı Y olacaq. 15-ci sual deyir ki, Qarabağ düzü, Peştəsər silsiləsi və Qarın Xərizay vadisinin müvafiq olaraq daxil olan tektonik zona. Tektonik zonalar xəritəsi gözümüzün önündədir. Baxacaq və dəyərləndirəcək. Qarabağ düzü düzənli hissədə Kür tektonik zonasına daxildir. Peştəsər silsiləsi demək, sarı rəngdə. Görürsünüz, bura Kiçik Qafqaz 3 yerə. Kiçik Qafqaz vilayəti deyəndə təkcə buranı götürürsünüz. Deyəndə Kiçik Qafqaz tektonik zonası əlavə olaraq bu və bu hissələrdə daxil olur. Yəni tektonik zona olaraq elədir. Peştəsər silsiləsi Kiçik Qafqaz tektonik zonasına daxildir. Qanı Xərizay yenə Kürə. Demək, Kür, Kiçik Qafqaz, Kür. O da D variantında var. Sonra keçək 16-cı suala. Deyir ki, Azınov Ceyrançöl ön dağlığın, Talış dağları və yan silsilənin uyğun olaraq yerləşdiyi tektonik zona. Azınov Ceyrançöl Kür tektonik çökmə zonası, Talış dağları, Kiçik Qafqaz, yan silsilər Böyük Qafqaz. Demək, Kür, Kiçik Qafqaz, Böyük Qafqaz. 16-cı sualın cavabında B variantı görürük ki, dediklərimiz var. Sonra 17-ci suala keçirik nəhayət. 17-ci sualda 16 idi o. 17 qalmışdı bu hissədə. 17-ci sualda deyir ki, Azərbaycanda tektonik sınma zonalara aid olan xüsusiyyətlər. Ümumiyyətlə, iki tektonik qırılma zonalarında bu qəbul imtahanı üçün, məsələn, 2017-ci ilin qəbul imtahanında olub. Dağ yamacları dik olacaq, çünki tektonik qırılmalar var. Tektonik proseslər intensiv gedəcək. Bir də termal mineral buraqların yer səthinə çıxma ehtimalı daha böyük olacaq. Deyəsən 1-2, 5 ilə, 1-2, 5. Demək. İndi 18-ci suala baxacağıq. Deyir, Respublikamızda süxurların yayılma xüsusiyyətləri. Yəni ki, süxurların Azərbaycana yayılmasına aid qanun uyğunluqları götürəcək də cavaba.
Demək, bir də deyək ki, Böyük və Kiçik Qafqaz dağlarının Mezozoy erasının süxurları geniş yayılmışdır. Belə bir qanuna uyğunluq var. Bu həm də xəritədən də görünür. Bax, bura baxsaz görərsiniz. Bir dənə fikir verin. K hərfi təba böyük demək. K hərfi təbaşir deməkdir. J də Yora. K düşməyib yuxarı hissədə burada olmalıdır. Yora. Bu şəklin biraz yuxarı hissəsi kəsilib ona görə. KJ demək Mezozoy erasının Təbaşir və Yora dövrlərini əhatə eləyir. Burada da KJ, yəni bu yaşıl ərazi ilə bu rəngdə olan ərazi fikir verirsiniz. Böyük və Kiçik Qafqazda süni təşkil edir. Yəni Böyük və Kiçik Qafqaz dağlarının orta dağlığı Təbaşir, yüksək dağlığı Yora dövrünün süxurları süni təşkil edir. Sonra deyək ki, Qusar Mali düzənində vulkanik süxurlar süni təşkil edir. Xeyr, Qusar Mali düzənində burada Neogen dövrünün süxurları, bir də 4-cü dövr süxurları süni təşkil edir. Vulkanik süxur ümumiyyətlə Böyük Qafqazdan, Kiçik Qafqaz tektonik zonasına aiddir. Üçüncü bənd Talış dağları və Acınohur Ceyran çöldə Mezozoy erasının süxurları geniş yayılmışdır. Talış dağlarına baxın, antropogen, neogen, daha doğrusu əsas hissəsi paleogendir, biraz neogen var şimal hissəsində, Brovars hissəsində. Səhvdir təbii ki. Xəzər dəniz sahillərində 4-cü dövrün maqmatik süxurlar yox, 4-cü dövr süxurları doğrudur, amma maqmatik deyil. Kür Araz ovalı və onu əhatə edən düzənliklərdə Kaynazoy eraların bütün dövrlərinə aid neogen, paleogen, antropogen dövrlərinə aid olan süxurlar yerləşir. Çünki elə də olmalı idi. Çünki çökəkli ərazi isə təbii ki, cavan süxurlar yerləşməlidir. Ona görə 5 doğrudur. Sürüşmələrin intensiv baş verdiyi dağ yamaclarında gilli süxurlar üstünlük təşkil edir. Çünki dağ yamaclarında gilli süxurlar üstünlük təşkil edəndə, məsələn, dağ yamacında gil olanda, deyək ki, alt təbəqələrdə gilli süxurlar üstünlük təşkil edəndə, yağıntı yağanda su yığılır gilli süxurların üzərinə. Deyək ki, bu gildir də. Gilin üzərinə yığılır. Nəticədə su bu hissəyə yığıldığına görə sürüşmə baş verir. Ona görə də sürüşmə baş vermək üçün su keçirməyən süxur layları yerləşməlidir. O da gilli süxurlar sayılır. Bu doğrudur. Böyük Qafqazda belədir çünki. B variantı. 19. Böyük Qafqaz fiziki coğrafi vilayətinə hansı geoloji dövrdə yaranmış süxurlar rast gəlinmir? Təbii ki, Triyas. Böyük Qafqazı tamamilə araşdırın. Bu hissədə Triyas çöküntüsü görməyəcəksiniz. Böyük Qafqazın ən qədim süxuru demək Yoradır. Bu 2018-ci ilin Dövlət İmtahan Mərkəzinin sınağı imtahanında düşdüyünü mən xatırlayıram o sualı. Qafqaz dağlarının əmələ gəldiyi qırışıqlıq. Azərbaycan ərazisi tamamilə Alp-Himalay sistemində yerləşir, tam olaraq. Ona görə Azərbaycan ərazisində yerləşən bütün dağlıq ərazilər hamısında yarandığı dövr Alp qırışıqlığıdır. Ümumiyyətlə, tamamilə Alp-Himalay sistemidir o səbəbdən. Kür Araz ovalığının yerində geniş düzənliklə yaranmış və ərazi müasir görünüşünü almışdır. Görürsünüz ki, burada ən son dövrdən söhbət gedir. Yenə də Kaynazoy erası ən sonuncu Alp dağı əmələ gəlməsi dövründə olub. Böyük Qafqaz dağlarının, Kiçik Qafqaz dağlarının, Böyük Qafqaz dağlarının fərqli xüsusiyyəti, ən önəmli xüsusiyyəti bayaqdan bir neçə dəfə dediyimiz vulkanik süxurların daha çox üstünlük təşkil etməyə olacaq. Çünki Böyük Qafqazda çökmə süxurları üstünlük təşkil edir. Bizdə Kiçik Qafqazda olan, amma Böyük Qafqazda olmayan şeyi soruşurdu. Birincisi odur ki, vulkanik süxurlar üstünlük təşkil edir. Daha qədim süxurlar səthə çıxıb. Burada Zəyəmçə çayda poeziya yazılan Alt Paleozoy dövrünə aid olan ən qədim süxurları nəzərdə saxlayırdı təbii ki. Bir də ki, demək, qeyri-filiz faydalı qazda Kiçik Qafqazda filiz çoxdur. Paleogen deyirdi, Böyük Qafqazda paleogen var idi. Zirvələr çox hündür olması əksinə Böyük Qafqaz daha hündürdür. Filiz mənşəli faydalı qazların üstünü təşkil etməsi. Çünki Kiçik Qafqazda maqmatik süxurlar üstünü təşkil edildiyinə görə filiz faydalı qazları daha çox üstünü təşkil edəcək variantı. 23-cü sual. Azərbaycanda Böyük və Kiçik Qafqaz dağları üçün ümumi olmayan əlamətlər. Yəni, birində olub, o birində olmayan əlamət soruşur bizdə. Hansısa birində olsun, o birində yox. Effuzif süxurlar Kiçik Qafqazın Qarabağ vulkanik əyaləsində çox yayılıb, amma Böyük Qafqazda yoxdur. Mezozoy hər ikisinin orta və yüksək dağlıq hissələrini təşkil edir. Ona görə ola bilməzdi. Geniş meşə massivdə hər ikisində meşə var. Dağ qara torpaqları, burada Gədəbəy tərəfdə, burada Şamaxı İsmaildə var. Şəmkir Gədəbəy Şamaxı İsmaillidir.
Ona görə bu da ola bilər. Subapap çəməni meşədən sonraki təbii zonadır. Keçməmisiniz, heç aidiyyəti də yoxdur. Yəni bugünkü dərsimizə qədər bilirsən, yəni burada mən deyirəm ki, yəni bir neçə dəfə də özüm təkrarladım ki, Kiçik Qafqaz təbii vilayətində vulkanik süxurlar üstünlük təşkil edir, amma Böyük Qafqazda çökmə süxurlar. Elə bu görürsüz bir fikir ki var ki, yəni Böyük Qafqaz çökmə süxurlarıdır, Kiçik Qafqaz tektonik zonasının hər üç ərazisində, həm özündə, həm Naxçıvanda, həm də Talış bölgəsində vulkanik süxurlar üstünlük təşkil edir. Görürsüz nə qədər tez tək bir dənə o fikrə demək sərf olunub. 24-cü sual. 24-cü sualda deyir ki, azca böyüdək. Sonra davam edir. 24-cü sual. Azərbaycan ərazisində sürüşmələrin daha geniş yayıldığı ərazidə fikir versəz, burada ancaq söhbət Böyük Qafqaza yönələcək. Çünki bir yer ərazidə sürüşmə hadisəsi çox baş vermək üçün ora birincisi çox dik yamazlı dağları olmalıdır. İkincisi su keçirməyən süxurlarla çox ardıcıl növbələşmə, yəni gilli süxurlar üstünlük təşkil etməlidir. Üçüncüsü də çox yağıntılı olmalıdır. Bu baxımdan Böyük Qafqaz daha çox əlverişlidir. Böyük Qafqazda baş su ayrı sisteminin yan sislər təbii ki, doğru cavab olacaq. Çünki dediyim kateqoriyalara o hissə uyğun gəlirdi. 25-ci sualda deyir ki, Respublikamızda süxurların yayılma xüsusiyyətlərini müəyyən edin. Yəni, belə deyək, yayılma qanuna uyğunluğunu müəyyən edin. Böyük və Kiçik Qafqaz dağlarında mezozoyra süxurlar genişlənmişdir. Bunu bayaq mən dedim. Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlığındakı burada KJ işarələrinə baxın. İndi sizdə xəritədə burada bizdə K düşməyib, amma J var. K təbaşir də J yura. Yaşıl, bir də bu rəngi olan. Necə deyək ona? Bardov rəngi deyirlər də, bizə yadıma düşmədi, onu Azərbaycancası. Sonra keçdik, Kiçik Qafqazda var. Yəni bu ortaq xüsusiyyətdir. Bizdən də ortaq xüsusiyyət soruşurdu. Ona görə də ümumiyyətlə yayılma qanunu deyirdi ki, Böyük və Kiçik Qafqaz dağlarında yayılıb, doğrudur. Qusar maili düzənli vulkanik süxur vulkanik yayılada Kiçik Qafqazda da ola bilməz. Talış və Azınavur Ceynalçöz zonasında fikir verin, Neogen dövrünün süxurlar. Talışda paleogen daha çoxdur. Amma burada Ceyrançöl Azınavurda dediyinə görə təbii ki, o səhv olar. O çünki Ceyrançöl Azınavur daha çox Neogen dövrünün süxurlarıdır. Xəzər dənizi sahillərində 4-cü dövr düzdür, amma maqmatik süxur deyil. Qeyd elədiyim kimi maqmatik süxur yalnız Talış dağlarında bizdə. Yalnız deyəndə əsasən Kiçik Qafqaz tektonik zonasında, yəni vulkanik maqmatik süxurlar yayılıb. Bu da səhvdir. Kür-Araz ovalı və ona əhatə edən alçaq dağlıq ərazilərdə bayaq bu cümlə var idi. Elə demək olar ki, olduğu kimi yazılıb. Demək, Kaynazoy erasının bütün dövrlərinə aid olan süxurlar yerləşir, Y variantı doğrudur. 25-ci sualda elədik. 26-ya baxaq. 26-da deyir ki, Azərbaycan ərazisində 4-cü dövrün çökmə süxurları daha geniş yayıldığı ərazilər. Azərbaycan ərazisində 4-cü dövrün çökmə süxurlarının daha geniş yayıldığı ərazilər. Yenə də bax, oxşar sual yazmışdıq biz bayaq sizlə. Hətta bir anlıq fikirləşdim ki, yəni PDF-i səhv çevirmişəm həmin sualı. Sonra gördüm yox. Çünki orada deyəsən Milmuğan idi. Kür-Araz ovalıqdır. Görürsünüz 4-cü dövr süxurları geniş yayılıb. Q hərfi ilə işarə olunur olar. Sonra burada Samurd əvəzi ovalığıdır. Bir də rənginə fikir verin, bir də işarəsinə, bir də Lənkəran ovalığı. Hər üç dairənin içərisində Q hərfi var, rəngi də eynidir. 1, 3, 5 doğrudur. Ona görə də burada B variantı 26-da. 27-ci suala baxaq. Sürüşmə prosesi əsasən hansı amillə bağlıdır və Respublikamızın hansı ərazilərində yayılmışdır? Sürüşmə prosesi bağlıdır o amillə ki, dik relyef olmalıdır, su keçirən və su keçirməyən suların ardıcıl növbələşməlidir, bir də çox yağıntılı bir yer olmalıdır. Bu da ki, Böyük Qafqaza daha çox uyğun gəlir. Ona görə də bizim cavabımız da təbii ki, Böyük Qafqaz olacaq. Yeraltı sular su keçirməyən suların üzərinə yığılır. Böyük Qafqazda da bu var, həm də ki, relyefi də dikdir. Yəni, çox meyillidir. 28-ci sual. 28-də deyir ki, Azərbaycanda qədim suxurların daha... Yenə bax, eyni tipli sualdır. Yəni, yazmışdıq bu sualda. Bənzərdir. Çox demək olar ki, eyni sualdır. Bəlkə lap tam təkrar. Zəyimçay hövzəsidir. Səhv eləmirəmsə, bu sual elə... Orada Dərələ yazmışdı. Burada Sədərək yazıb. Demək, Kür-Araz, Azınavur, Talış, Sədərək. 2 dənə bənd istəyirdi. 4, 6, A variantı 28-də cavabdır. Bənzərdir. Yüngül dəyişikliyi demək olar ki, eyni sual yazırıq. Kaynazoy erasının 4-cü dövrün yaşlı allüvial dəniz. Burada dəniz demək dəniz sahili
mövqeyə malik olan bir ərazidən söhbət gedəcək. Suxurların yayıldığı ərazi. Dəniz, burada Samur dəvəsi ola bilər, Kür-Araz ovalının bu hissələri ola bilər, bir də Lənkəran oval. İndi hansını verəcək? Baxaq, Kür-Araz, Samur dəvəsi A variantı 29-da təbii ki, düz gələ bilər. Samur dəvəsini sadəcə cavab olaraq vermədi. 30-cu sualdır, deyəsən növbə sırada. Hə, 30-cu sual burada. Deyir ki, Kiçik Qafqaz, Böyük Qafqaz və Kür tektonik zonalarına uyğun gələn relyef vahidlərinin müvafiq ardıcıllığını müəyyən edin. Yəni, birinci deyilən Kiçik Qafqaz, ikinci deyilən Böyük Qafqaz, üçüncü isə Kür tektonik zonasına aid olsun. Gördüyünüz kimi Murov dağı Kiçik Qafqazdır, Qobustan Böyük Qafqazdır. Bunu silək bizi çaşdırmasın. Demək, sonra Qanı Xəriçay isə Kür çökərliyidir. Dediyi şərti ödədiyinə görə C variantı doğrudur. 31-ci suala baxırıq. 31-də deyir ki, Kiçik Qafqaz, Böyük Qafqaz, Kür tektonik zonalarına uyğun gələn relyef adı müvafiq ardıcıllığı müəyyən edin. Yəni ki, 30-cu sualın 31-ci sualın tipi eynidir. Baxaq. Burada görək, Şahdağ hissəsi Böyük Qafqazda ola bilməz. Çünki birinci kiçik, yox, kiçik, bu kiçik idi elə. Qovdaq Böyük Qafqaz, üçüncüdə Yayçı Düzü Naxçıvana aiddir. Ona görə bu ola bilməz. Talış dağları Kiçik Qafqaz ola bilər. Ceyrançol Kür çökərlidir. O deyil ona görə. Murovdağ düzdür. Sudur silsiləsi Böyük Qafqaz düzdür. Qarabağ silsiləsi yenə Kiçik Qafqaz olur. Doğru deyil. Yəni ardıcıllıq gözlənilməyib də, belə deyək. D variantında baxaq buna da yaxşı-yaxşı. Şahdağ silsiləsi. Bunu silim. Şahdağ silsiləsi. Şahdağ zirvəsi demir. Birdən sizi çaşdırar. Burada Şahdağ zirvəsi var, Böyük Qafqaz. Silsilədir. Kiçik Qafqazdır. Niyaldağ Böyük Qafqazdır. Ceyrançol Hacın orada Kür çökəli. Deyilən şərti tam ödədi. Ona görə 31-ci bənd sualın cavabıdır. Sonra 32-ci suala baxırıq. Deyir ki, bir-birindən tektonik qırılmalarla ayrılan ərazilər. Tektonik qırılmaların göstərən bir xəritə, mən bura fikir verin, tektonik qırılmalar. Qobustan Abşeronla Cənub-Şərqi Şirvanın arasında bu hissədə var. Verilən cavablara bu sual baxsaq, görəcəksiniz ki, başqa ərazilər, məsələn, Muğan düzü ilə Salyan, Muğan buradadır, Salyan burada. Arada heç bir tektonik qırılma məsələn yoxdur. Belə-belə digər variantlara baxsaq, görəcəksiniz ki, onların arasında tektonik qırılma yoxdur. 33-cü sual. Azərbaycan Respublikamızın ərazisinin geoloji inkişafı üçün səciyyəvi olmayan əlamətlər. Elə bir şey deməliyik ki, o geoloji inkişafa aid olmamalı, səhv olmalıdır. Geoloji inkişafa görə səhv olmalı. Böyük Qafqaz tektonik zonası sadəcə daha çox təbii vilayəti əhatə edir. Respublikamızın ərazisinin, yox, Kiçik Qafqaz deyir. Bəli, doğrudur bu. Çünki Kiçik Qafqaz, bir dənə buna baxaq. Kiçik Qafqaz sadəcə 3 ərazini əhatə edir. 1, 2, 3. Bunun 3-ü də Kiçik Qafqaz burada, bura sarı yerlər. Ona görə də bu doğrudur. Düzdür deyə götürməliyik. 2 variant çıxır bu baxımdan. 4-cü dövrə aid olan F-üzü suxurlar bütün təbii vilayətlərdə yerləşir. F-üzü maqmatik suxurlar Kələbəcərdə, Laçında Qarabağ vulkan kələsində yerləşir. Ona görə də 2 də doğru cavaba götürməliyik təbii ki. Bu da çıxdı. Böyük Qafqaz cənub-şərqində paleozoy yaşlı. Paleozoy yaşlı alt paleozoy dövrünə aid olan ən qədim suxurlar Kiçik Qafqazda, bir də Sədərək qalxmasına yayılıb. Böyük Qafqaza bunun heç bir aidiyyəti təbii ki yoxdur. Ona görə də 2, 3 doğrudur. Doğru deyəndə, yəni səhv fikirdir, amma biz götürməliyik onu. Çünki məsələnin şərtində bizdən səhv fikir götürmək istəyir. Litosfer tavalarının konvergent, yəni toqquşma sərhədlərində yerləşməsi ərazimizin fəal seismikliyinə səbəb olur. Bu da doğrudur, amma götürmürük, çünki səhvləri götürürük. Neogen dövrünün çökükləri əsasən alçaq dağlı ərazilərdə yayılmışdır. Yox, bu da düzdür. Çünki yüksək dağlıda təbaşir yürü olur. Ən qədim suxurlara Lənkəran ovalığında deyir. Lənkəran ovalığı, baxın, ən cavan suxurların yayıldığı ərazidir. Dəniz sahili alluvial çöküklərdən ibarətdir. D bəndi doğru. Dəniz sahilində olan ərazilər ümumiyyətlə cavan olur. Növbəti suala baxaq. 34-cü sual. Deyir ki, Ceyrançol Hacıqanov Uralçaq dağları, Zəngəzur dağları və Ləngəbis silsiləsinin müvafiq olaraq aid olduğu ərazilər. Burası Kür çökəkliyidir. Zəngəzur silsiləsi Kiçik Qafqaz, Ləngəbis Böyük Qafqaz. Ona görə olmalı Kür çökəkliyi Kiçik Qafqaz, Böyük Qafqaz. Bu da bizdə A variantında elə var. 35-ci suala baxaq. Bu hissədədir. 35-də deyir ki, xəritə sxemdə verilən fiziki coğrafi rayonların ümumi əlamətləri. Burada
Demək, Günnüt Qapıcıq fiziki coğrafi rayonundan, bir də Talış dağları fiziki coğrafi rayonundan söhbət gedir. Kiçik Qafqaz tektonik zonasının tərkibinə daxildir. Xəritəsi var, baxaq və görək. Çox asanlıqla biz onu görə bilərik ki, bunlar üçü də eyni rəngdədir. Nömrəsi də 4 yazılıb. Hətta Böyük Qafqazda bura aiddir. Ona görə doğru cavab 35-dir. Təbii ki, B variantıdır. 36-cı sualda deyir ki, uyğunluğu müəyyən edin. Paleozoy, Mezoy, Kaynazoy, Zaqatala, Lahıc və Qonaqkənd fiziki coğrafi rayonu. Burada əsasən Mezoy erasının təbaşir və Yura dövrünün surəsini təşkil edir. Dərə ləyəsi hissəsi və sedərək qalxması alt Paleozoy dövrünə aid olan ən qədim suxurlar yerləşir. Ona görə də bu bir də B olacaq. Biraz səliqəli yazaq. B. Sonra Qarabağ və Murovdağ silsilələri. Yenə də Mezoy erasının təbaşir və Yura dövrünün suxurları orada üstünlük təşkil edir. Talış dağları və Aznohur Ceylançöl bu Neogen, Kaynazoy erasının Neogen çöküntüləri üstünlük təşkil edir. Yəni bunu mən nəyə əsasən yazıram? Burada qeyd olunub onların hamısı. Bu xəritədə qeyd olunub. Yəni bu xəritədən aktiv istifadə eləməlisiniz. Həm bu videonu dinləyərkən o xəritə atlasınızın o xəritəsini açıq saxlayın. Həm də ümumiyyətlə bu mövzunu oxuyarkən, bu mövzuda aid testlər yazarkən hər bir halda siz ona tez-tez baxmalısınız. Bu A-ya oxşadı, D idi bu. Sonra Samur dəvəsi və ovalığı və Şollarcı Kaynazoy erasının, baxın, Şollarcı və Samur dəvəsi ovalığı Q hərfi yazılmışdı. Demək, Kaynazoy erası təbii ki, Y bu hissədə. Sonra bir dənə F qaldı. Əsrikçay, Zəyimçay hövzəsi, bu da alt Paleozoy dövrünə aid olan ən qədim suxurlar yerləşirdi. F də burada. Demək, BF, AC, DY. C variantı 36-cı suala cavabı idi. 37-ci sual. Deyir ki, 37-ci sualda deyir ki, Ön Qafqaz çökməsi, Kür çökməsi vilayətlərinin oxşar və fərqli cəhətlərini Eyler-Venn diaqramına əsasən müəyyənləşdirəcəyik. Geosinklinal quşağın tektonik əyilmə zonası deyirsə, hər ikisi əyilmə zonasıdır. Çünki burada fikir verin, Kür çökəkliyinin özü də əyilmə zonasıdır. Burada da Ön Qafqaz, bu ikisi də çökək ərazidir. Ona görə ortaq cəhətdir. Bir burada. Yodlu, bromlu mədən suları yayılmışdı. Bu Kür Araz ovalığı idi bu hissədə. Birisi Kür çökməsidir. İki burada. Bir neçə işlədilmiş. Ərazisinin daha çox fiziki coğrafi rayon olan Kür çökəliyi təbii. Çünki burada var Arazboy var, Kür Araz var. Sonra Küdrü Şirivan var, Qanı Xəritçay, Ceylançöl Aznohur, Gəzə Qarabağ. Müxtəlif. Çox idi sayı. Yəni bu da Kür olacaq. 3-də 7. Turizm rekreasiya imkanlarına malikdir. Xəzər dənizi zonası Ön Qafqaz tektonik çökmə zonasına daha çox uyğun gəlir bura. Çünki burada Nabranda, Xaçmazda çimərli ərazilər daha çox üstünlük təşkil edir oralarda. Yəni 4 buradadır. Sonra Samur dəvəsi ovalığı yenə 5 də buradır. Sonra səthi Kaynazoy erasının çökmə suxurları ilə örtülüdür. Fikir verin. Hər ikisində eyni rəngdə və eyni suxurlar daha çox üstünlük təşkil edir. Ona görə də 6-da bu hissədə. 37-ci sualda demək, tapdıqlarımıza əsasən cavab variantı 4, 5, 2, 3, 1, 6. A variantı. 38-ə deyəsən baxacaq. 38-ci sual. Aha. Böyük Qafqaz dağlarının mütləq hündürlük artdıqca, birisi bax, bir var düz mütənasib kəmiyyət, bir var tərs mütənasib. Əgər istiqamət yuxarıdsa, yəni arqumentin artımı absisində artımına uyğun gəlirsə, yəni bu format düz mütənasib kəmiyyətin asılı qrafikidir. İkinci B variantı isə tərs mütənasib. Hündürlük artdıqca suxurların yaşı da artır. Bu normal bir şeydir. Bizdə Qarabağ vulkanik yayləsi istisna olmalı. Bizdən də Böyük Qafqaz soruşurdu. Orada da hündürlük artdıqca suxurların yaşı da artır. Ona görə doğru cavab A-dır. O sualda fikirləşməyə məsələn heç bir yer yoxdur. 39-cu sualda deyir ki, Azərbaycanda Yura yaşı suxurların yayıldığı ərazilərə uyğun gələn eksogen relyef formaları. Bax, xəritəsinə fikir versəz görəcəksiniz ki, Yura J hərfidir. Bax bu. Böyük Qafqazın ən yüksək dağlığını, bir də Kiçik Qafqazın yüksək dağlığını əhatə edir. Bəs yüksək dağlıqda hansı relyef formaları üstünlük təşkil edir? Təbii ki, nival buzlaq. Çünki buzlaq zonalarda hündür dağlıq ərazilərdir. Ona görə də Y-dir cavab. 40-cı sual. Azərbaycan Respublikasının ən qədim suxurların yayıldığı tektonik zona Kiçik Qafqaz tektonik zonasıdır. 3 hissədən. Baxın, mən ərazini göstərim. Zonalar xəritəsində görəcəksiniz. Zəyimçay Əsrikçaydır. Sədərək qalxmasıdır.
Bunlar isə Kiçik Qafqaz tektonik zonası idi. Ona görə də Kiçik Qafqaz olacaq D variantı. 41-ci suala baxaq. 41. Sualların çoxu çox da böyük bir izah tələb eləmədiyinə görə biraz sürətli yazıram. Siz bilirsiniz ki, mən əhatəli izahı xoşlayıram. Bu suallar biraz asan, mövzu özü asandır mənə elə gəlir. Çünki mövzunun bircə iki əsas istiqaməti var da. Bu xəritəni çox araşdırmalısınız. Yəni burada 2-3 xəritə qoymuşam. Mən əsasən o xəritə ilə bu xəritə, yəni tektonik zonalarla geoloji quruluş xəritəsini yaxşı araşdırsaz mövzunu çox rahat özünüz yaza bilərsiniz. Heç köməyə də ehtiyac olmaz. 41-ci sualda deyir ki, Ön Qafqaz tektonik qalxması, Böyük Qafqaz tektonik qalxması. Böyük Qafqaz tektonik qalxması görürsünüz. Burada işarələnib bu ərazi. Bura Böyük Qafqaz tektonik qalxma zonasıdır. Sonra Kiçik Qafqazdakı bilirsiniz bu üç hissədir. Bura, bir də buradır. İndi görək nə deyir? Bunları bir-birinə xəttlə ayırdım. Deyir ki, yüksək dağlıq ərazilərdə Yura hər ikisində var. Bayaq biz onu dedik, ortaq cəhətdir burada. Ərazisində psevdovulkanlar, yəni palçıq vulkanlar, yəni yalançı vulkanlar. Fikir verin, psevdovulkanlar Abşeron Qobustan zonasında daha çoxdur. Kürç çəkilinə düşür, amma hər halda Kiçik Qafqaza dəqiq düşmür. Ona görə də bu Böyük Qafqaza aid olacaq bu. 2 burada. 3-də deyir ki, paleozin qədim süxurlarına rast gəlmişdir. Alt paleozoy dövrünə aid olan ən qədim süxurlar Zəyimçay Əsrik çay hövzəsində Kiçik Qafqaza aiddir. Burada bunları istifadə eləmişik. Ərazisində sönmüş vulkanlar, o da Kiçik Qafqaz idi burada bilirsiniz. 4 Kiçik Qafqazı yazırıq 4-ü də. 5 fəal seysmik zona Azərbaycan ərazisinin hər yeri Alp-Himalay sisteminin fəal seysmik zonasına aiddir. Ona görə 5 ortaqdır. Tektonik qalxmanın davamı Xəzər dənizinin sahilləri ilə Türkmənistana qədər gedir. Yəni bu Böyük Qafqazdan söhbət gedir təbii ki, bu hissədə. Böyük Qafqaz hardadır? Altını yazırıq bura. Olur, doğru cavab olur. Demək 2 6 3 4 1 5. 3 4 1 5 A variantı. 42-ci sual. 42-ci sual deyir ki, xəritə sxemdə A-dan B-yə doğru geoloji quruluşun yaşlarına görə A-dan B-yə doğru geoloji süxurların yaşlarına görə düzgün sırasını müəyyən edin. Yəni A-dan B-yə hansı ardıcıllıqla gedir onların yaşı, o barədə danışacağıq. Burada baxaq, elə deyəsən A variantı düzdür. Çünki bilirsiniz ki, bu Qarabağ vulkanik ələsində 4-cü dövr süxurları yerləşir. Ona görə ən sonu 4-cü dövr olmalıdır. Ona görə də bu variantlar getsə, Paleogen yox, Böyük Kiçik Qafqazın yüksək dağlığına başladığına görə Yura təbaşir, Paleogen 4-cü dövr. Tamamilə doğrudur. Geoloji xəritəyə baxsaz, burada da o ardıcıllığı həmin hissəyə belə bir xətt çəksəz, görəcəksiniz ki, doğru gedir. 43-cü sualda deyir ki, sxemə sizən A-dan B-yə doğru. Bu dəfə A-dan B-yə deyirsə, təbii ki, həmin ifadənin biraz tərs olacaq. Yəni burada 4-cü dövrlə başlamalıyıq. Ona görə də 2 bəndi dərhal sildim. 4-cü dövr Paleogen təbaşir Yura D variantı. Bayaqki ilə elə bir 43-ün tərsini oxuyursan 44 alınır da. Belə bir vəziyyət idi orada. Bu suala baxaq. Burada da bizdən görək nə soruşur. Bu tektonik zonalara aid nəsə sual olacaq. Euler-Venn diaqramı. Demək verilib Kiçik Qafqaz tektonik qalxma zonası verilib. Bu 3 ərazi daxildir. Kürç çökəkliyi verilib. Bura daxildir. Bilirsiniz. Böyük Qafqaz verilib. Orada bura daxildir. Bu hissə daxil. Görək nə deyir? Suala diqqətlə baxaq. Deyir ki, sərhədləri qırılmalar boyunca keçir. Bütün tektonik zonaların sərhədləri tektonik qırılmalar boyunca keçir. Ona görə də bunun hökmən yadda saxlamaq. Bir ortaq cəhət olacaq. Yəni 1 4-ə gedəcək. 4-ə 1-ə, daha doğrusu 4-ə A gedəcək. 4-ə A-dırsa 3 variant çıxar. Çünki biraz mürəkkəblik var sualda. Sonra mövzu yerasında süxurları yayılmışdır. Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlığına aiddir. B burada. Yəni ki, 1-ə B gedər. 1-ə B gedərsə hər iki variantımızda o var. Ona görə də hələlik bunların heç birini çıxa bilmirik. Sonra uzun suallar biraz çıxma yolu ilə tapsız daha yaxşı. Ərazisindən Tərtər çayı axırsa, Tərtər çayı Kiçik Qafqazdan Kür çökəkliyinə axır. Yəni bu hissədə bu belə. Ona görə də Kür çökəkliyi ilə Kiçik Qafqazın arası. Yəni 2-yə getməlidir bu. 2-yə C olmalıdır.
Yenə görürsüz hər iki variant da var. Bir dənə sonuncu ilə bu üçə nə gəlir onu tapacaq. Seismik cəhətdən aktiv ərazi deyil. Azərbaycan ərazisində heç bir ərazi belə deyil. Palçıq vulkanları Böyük Qafqazdan Kür çökəkliyinin arasında yayılıb. Bu hissədə baxın. Bu Cənub-Şərqi Şirvan, bu Kür çökəkliyidir. Burası isə Qobustan Abşeron Böyük Qafqazdır. Yəni 3-ə də Y gedəcək. 3-ə Y gedəcəksə, o da demək doğru cavabımız olacaq 44-də B variantı. Sonra bir çıxma yolu ilə tapdım. Çünki sual uzun, siz çaşdıra bilərdi biraz. 45-ci sual. Xəritə sıxımda rəqəmlərlə verilən məntəqələr üçün səciyyəvi olan suxurların geoloji yaşının artma ardıcıllığını müəyyən edin. Yəni Xəzər dənizinin sahilində isə ən cavan təbii ki 2 olacaq. Bu da alt paleozoik dövrünə aid olan ən qədim suxursa, bu da ən qədim olacaq. Arada 4 var, o neogen dövrü. Yox, bu hissəyə o neogendir. Yəni 2 antropogen idi, 4 neogen idi, bir də ki təbaşir yoradır. Yəni dediklərimi əsaslandırmaqdan ötürü burada müraciət eləyə bilərik. Antropogen dövrdə ən cavan, neogen ondan biraz qədim, yəni 4 olan yer, sonra 1 olan yer, ən qədimdə alt paleozoik, o da bu hissə. Hə, doğru cavab 2, 4, 1, 3-dürsə, onda 2, 4, 1, 3 B variantında doğru gəlir. Deyəsən açıq suallarına keçirik. Mövzunun test sayı elə də çox deyil. 64 test olmalı səhv eləmirəmsə. Ən qədim suxurlar soruşur. Bayaq mən sizə demişdim. Ümumiyyətlə bu xəritəyə baxsaz, burada görükəcək. Bax, PZ yazılıb da alt paleozoik dövrünə aid olan ən qədim suxurlar Zəym çayı, Əsək çayı, bir də Sədərək qalxması 2-5 bu sualın birbaşa cavabıdır. Sonra keçirik birbaşa obres bəndə. Ay, belə. Demək hansı sual idi? 46. Demək ki 47-ci suala baxacağıq. 47-ci sualda deyir ki bir saniyə bunu düzəldim. Əlimdəydi, biraz yerini dəyişdim. Ən cavan çökmə suxurların yayıldığı ərazilər sorulur. Xəzər sahili ərazilər ən son dövrdə okeanın altına çıxmışdı. Həm də ki geoloji xəritəyə də baxsınız, görəcəksiniz ki, cavan ərazilərdə bu 1-3. Buna görə də 1-3-dür doğru cavab 47-dən. 48-ci sual. Azərbaycan hansı geoloji dövrlərə aid çöküntülər daha geniş yayılmışdır? Baxın. Kaynazoy erasının suxurları bizdə daha çox geniş yayılmışdır. Verilənlər arasında isə onları tam bir dənə paleogeni görürəm, onu götürəcəm. Sonraki yerlərdə Mezozoin, Təbaşir və Yura dövrünün suxurlarıdır. Ona da görə 2, 3, 5-dir. Yəni burada işarələri var. Xəritədə də həmin ərazilər rənglənib. Baxın görəcəksiniz ki, Təbaşir Yura dövrü Böyük Kiçik Qafqazda çoxdur. Paleogen də bunlardır. Məsələn, bax görürsüz, xeyli yerlərdə var. İşarəsi var da, biraz araşdırın. Xəritə burada mən bu kiçik idi, siz bunu elə də yaxşı dərindən görmürsünüz. Bu işarələrə baxın. Məsələn, paleogen işarəsinə baxın. Sonra baxın görün o haralarda yayılıb. Biraz bu yöndə araşdırma aparsaz 5 dəqiqə öz bəs eləyəcək. 5 dəqiqə 5-10 dəqiqə, 5 bəlkə biraz azdır, 10 dəqiqə, 15 dəqiqə araşdırsaq çox şeyi başa düşəcəksiniz. Azərbaycan hansı geoloji dövrə aid olan çöküntülər daha az yayılmışdır? Təbii ki, ən son dövrləri çıxırıq da buradan. Paleogen, Təbaşir, Yura bunları çıxarız. Bayaqçının tərsidir ona. 1, 4, 6 cavabı doğru olacaq. Yoxsa nə idi o? 1, 4, 6. Hə, 1, 4, 6. Hə. Bayaqçılar çıxdım da, o əvvəl seçdiklərim çıxdım. 50-ci sual. 50-ci sualda deyir ki, demək, doğru olmayan sıraları müəyyən eləyin. Araz Cavan platforması, Kür Araz. Araz Cavan platforması, bax bura deyirlər. Bax uşaqlar, bax buradır. Kür Araz da buradır. Bunun ora heç bir aidiyyəti yoxdur. Ona görə də doğru olmayan sıradır. Biri götürürük. Kiçik Qafqazda Murov dağ silsiləsi var. Kiçik Qafqaza düşür. Bu doğrudur. Bunu çıxaq. Böyük Qafqazda Acınoron dağı. Bu da doğru olmayan sıradır. Acınoron dağı Böyük Qafqaza yox, Kür çökəkliyinə düşür. Ona görə də 3 də səhvdir. Yəni 1-3-ü götürmüşük. Bir yerə yazaq, buraya yaddan çıxmasın. Amma onsuz işarə eləmişəm, ehtiyac yoxdur. Ön Qafqaz şollar düzü. Yəni tektonik ön Qafqaz şollar düzü ön Qafqaza yerləşir, amma tektonik zona və yerləşdiyi ərazi doğrudur, amma çünki bizə səhvi götürüyor, o baxımdan götürmədik.
Kür kökəliyində də muğam düzü var. O da ki, düzdür, ona görə də götürmür. Yəni səhvləri götürürdü də, 1-3 olur ona görə cavab. 51-ci sual. 51-ci sualda deyir ki, ərazidə seysmik fəallığın müşahidə olunması, ərazidə seysmik fəallığın müşahidə olunması və çökmə süxurların yayılması pseudovulkanizmin proseslərinə təkan verir. Nəticədə püskürmə məhsulları kimi səthə qaynar gil palçıq kütləsi olan salza. Salza palçıq deməkdir. Vulkan palçığına deyilir. Mətnlə bağlı coğrafi ödülməyi ilə, yəni soruşur ki, hansı palçıq vulkandır? Yuxarıda bu mətndə palçıq vulkanı təsvir edir. Sonra da deyir ki, aşağıdakı, elə bir ki, sanki demək istəyir ki, aşağıdakı palçıq vulkanları seçin. Qalmaz düzdür, Axtarma Paşalı düzdür, Torağay düzdür, bir də Keyrəci. 1, 4, 5, 6 doğrudur. Yəni onların sıranı çoxdur ki, Lökbatan var, Güzdək var, Axtarma Paşalı var, Ayrantökən var, Qaradağ var. Özə Qaradağ yaxın vaxtlarda püskürmüşdü. Keyrək, Kənizdağ, Şıxzəhərli var və s. var. Neogen dövrünün süxurları biz danışacaqsa, onda bu xəritəyə baxmalı olacaq. Deyək ki, Neogen, bax bu hissəyə baxın, Neogen dövrünün süxurları idi. 4-ü götürürük. 3-də ola bilər. 3-də burada Neogenə rast gələ bilərik. 3, 4. Bura təbaşir Yurada ola bilməz. Kaynazoyun antropogen dövrüdür bura. Görürsünüz, tamam başqadır. Ola bilməz. Yüksək dağlıq, bu da 4-cü dövrdə ola bilməz. 3, 4 olur. 52-ci suala baxaq. Daha doğrusu 52 idi bu, 53-ə baxırıq. 53-cü sualda deyir ki, Azərbaycan geoloji quruluşuna aid olan xüsusiyyətləri müəyyən edin. Yəni, elə şeylər deyəcək ki, geoloji quruluşa görə düz olur. Kür Araz və 4-cü dövrün vulkanik süxurlar dedi. Vulkanik də ki, demək olmaz. Vulkanik süxurlar yalnız Kiçik Qafqaz tektonik zonasına aiddir. Bu hissələrdə. Ona görə də bu səhvdir. Deyə bilər ki, Talış dağlarda vulkanik yerlər yoxdur. O nəyə görə? Sıxır kütləsi vulkanikdir. Yəni, orada biz demirik ki, vulkan var. Biraz tam da eyni anlayış deyil vulkan olması ilə vulkanik süxurların olması. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar sürünü təşkil edib. Baxın, mən onu sizə göstərim. Bax, paleogen burada eyni işarəyə baxın. Həmin işarənin burada, həm də rənginə də baxın və burada görəcəksiniz. Belə də bu hissi idi. Bu hissədə görəcəksiniz. Onu deyəcəksiniz, hə, düz deyirsən. Onu görsəz deyəcəksiniz. Sonra keçdik Qusar Mali üzərində mövzu. Qusar Mali üzərində 4-cü dövrün, yox, daha doğrusu Neogen dövrünün süxurları yayılıb. Bu da N hərfi də verilib burada. Ona görə də bu da deyil. Şərr Ordubadda proteriz. Azərbaycanda ümumiyyətlə proterizə yoxdur. Görürsünüz, alt paleozoydan daha qədim süxur yoxdur bizdə. Ceyrançöl, Azunordu, Qobustanda, daha doğrusu Ceyrançöldə və Qobustanda, yəni burada və burada nə deyir? Orada nə? Neogen dövrünün süxurları yayılıb. Neogen sarı rəngdə verilib, görürsünüz bu. Yəni, N hərfi də yazılıb içərisində. Dairədə N-lar da var, sarı rəngdə var. Bu doğru. Qarabağ vulkanik yaylasında 4-cü dövrdə vulkan püskürməsi ilə əlaqədar. Yəni, bu biraz qeyri-adi hadisədir. Çünki yüksək dağlıq ərazilərdə axı qədim süxurlar daha çox süni təşkil. Amma Qarabağ vulkanik yaylasında vulkan püskürməsi ilə əlaqədar demək, 4-cü dövr süxurları yerləşirdi. 2, 5, 6 doğru cavabdır. Paleogen yaşlı süxurların yayıldığı ərazilər. Azərbaycanda paleogendən ibarət ərazilər var. İndi oralardan hansılarsa cavab olur. Təbii ki, biri birdir. Görürsünüz, bura paleogenə baxın və həmin işarəyə burada baxın. Sonra burada Şahbuz və Culfa rayonlarının arasında paleogendən ibarət geniş bir ərazi var. O doğrudur. Bir də ki, bu hissələrdə 3-ün yazıldığı yerdə də paleogen ola bilər. 54-cü sualın cavabı 1, 2, 3 olur. 1, 2, 3. Qalanları, məsələn, bu 5, 4-cü dövrdür. O 4-cü dövrdür. Bu da ki, biraz qarışıq, daha çox 4-cü dövrün olduğu ərazi elə. Yəni, hər halda paleogen deyil. Sonra, Yurada, Böyük və Kiçik Qafqaz dağlarının ən yüksək dağlığı Təbaşir və Yuradır. İndi burada Kiçik Qafqaz vermədiyinə görə Böyük Qafqaz doğru cavab olacaq. Xəritəyə baxın, Yuranın işarəsinə baxın, sonra Yuranın adına baxın. Baxın, J hərfidir, rəngində görürsünüz. Düzdür, həmin rəng, bu hissədə fikir verin. Bu rəqəmlərin düzüldüyü ərazilərin 3-ündə də var. Ona görə də 2, 3, 4 doğru cavab olacaq. 55-ci sualda 2, 3, 4. Aha, olmadığı. İndi biz, yəni bilirsiniz ki, olduğunu tapdısa olmadığı asandır da. Yəni 2, 3, 4 deyilsə demək 1-dir. Konkret burada hansı süxurlar olduğunu da deyə bilərik. Elə bir çətin bir şey də deyil.
Burada Neogen dövrünün süxuru ilə antropogen qarşı, antropogen Neogen deyə bilərik. Burada Neogen dövrü süxurandır. Burada da Araz boy zonada yenə antropogen Neogendir. Yəni Yura təbaşir. Ümumiyyətlə təbaşir Yura Böyük Qafqazın yüksək dağlığı. Yəni əgər 2 3 4 deyilsə, yəni kiçik Böyük Qafqazın yüksək dağlığı bu iki işarələdiyim ərazi deyilsə, demək ki, o bizim sualın cavabıdır. 1 5 6. 56-cı suala baxaq. Deyək ki, Azərbaycan geoloji quruluşu ilə bağlı olan doğru fikirləri müəyyən eləyin. Azərbaycan ərazisində Kaynozoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağları ada şəklində mövcud idi. O Paleozoy erasında idi. Bizə deyir, görək doğru ifadəni soruşur bizdən 56-da. Kaynozoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağları ada şəklində idi. Paleozoy, Kaynozoy, doğrudur. Sonra Azərbaycan ərazisində arxeik dövrünün müasir dövrə qədər müxtəlif yaşlı çöküntülər yayılmışdır. Bir dənə xəritəyə baxın da, görək burada arxeik proterozoy söhbəti var, yoxsa yox, yoxdur təbii ki. Ona görə də bu səhvdir. Bunu götürmürük cavaba. Demək. Sonra deyək ki, Talış dağlarının əsasən Neogen yox, əsasən Paleogen bir qədər Neogen. Yuxarıdakı Neogendir, bu Paleogen. İşarələrə baxın, bu N-dir, bu da P-dir, N-P. Səhvdir bu baxımdan. Vaxtilə dəniz suları altında olmuş ovalıqlarda 4-cü dövr süxurları süni təşkili. Məsələn, Kür-Araz ovalığını deyə bilərsiniz. Xəzər dənizinin altında olub vaxtı ikən. Doğrudur bu. Böyük Qafqaz çökmə mənşəli süxurlar geniş yayılmışdır. Bayaq mən bu arada geniş danışdım. Kiçik Qafqazda vulkanik süxurlardır. Kür çökəkliyi ilə Böyük Qafqazda çökmə mənşəli süxurlar süni təşkildir. Bir də 5 düzdür. Azərbaycanda ən çox tektonik qırılmalar Kür, Araz, Samur dağısı və Lənkəran ovalı. Ovalı yox, dağlarla düzənliklər birləşdiyi yerlərdə daha çoxdur. Ona görə də bu da səhvdir. 57-ci suala baxacağıq. 57-də deyir ki, cədvəl verib bizə. Deyir ki, doğru cavabları bir balaca böyüdə bilərik. Cədvəl biraz çəp düşüb, oxumaq olardı ancaq. Deyir ki, doğru cavabları müəyyən eləyin. Gəncə Qazax düzünə antropogen süxurların yaşı antropogen dövrünə aid olsun, ola bilər. Kiçik Qafqaz sözü səhvdir. Çünki Gəncə Qazax düzü Kür çökəkliyi tektonik zonasına aiddir. Niyə? Bir dənə özünüz fikirləşin, deyirsiniz ki, düz, Gəncə Qazax düzü, sonra da dağa aid eləmək olarmı? Yox, olmaz. Əgər buna biz Gəncə Qazax düzü deyiriksə, bu Kür çökəkliyinə aid olacaq təbii ki. O baxımdan bu səhvdir. Biz doğru ifadələri müəyyən eləməliyik 57-ci sualda. Yansislə Yura ön Qafqaz. Yansislə Böyük Qafqaz dağlarının hissəsidir. Yəni ön Qafqaz buradır. Burada Samur dəvəsi ovalığı ilə şollar düzdür elə. Bir də Qusarmali düzənliyinin bir hissəsi də Kür. Ona görə o da deyil. Amma bir hissəsi Qusarmali düzənliyinin bir hissəsi Böyük Qafqazdadır. Talış dağlarına Paleogen, Kiçik Qafqaz bu doğru. 3. Baxaq. Tektonik zonalara baxanda Kiçik Qafqaz desəz bu işarələdiyim bu yer olur. Bura. Düzdür? Kiçik Qafqaz tektonik zonası desəz əlavə olaraq bu iki yerdə əlavə olunur. İndi burada Talış dağları Kiçik Qafqaza aid olur. Həm də ki işarəsinə də baxsaz, süxurların yayıldığı növünə baxın, Paleogendir. P hərfi budur. P hərfi. Ona görə də bu da düzdür. Bu da düzdür, bu düzdür. 3'ü götürmüşük. Sonra keçək 4-cü. Qarabağ düzü antropogen köçəli, bəli. Qarabağ düzü bu hissədir. Antropogen, yəni Q hərfinə işarə olan görürsüz. Həm də köçəkəlinin daxildir. 4 də düzdür. Sonra 57-də 5-ə baxaq. Şərur düzü antropogen Araz zaman platforması. Bax, Şərur düzünə baxın, Şərur. Şərur bax, məhz burasıdır. Antropogen süxurları bəli yayılıb, doğrudur. Araz zaman platforma olmağı da doğrudur. Qanıq əriçə təbaşir yox, qanıq əriçə 4-cü dövr süxurlardır. Qanıq əriçəyə baxın, bura Q hərfinə işarə olunub. 4-cü dövr süxurlar. Rəngi ilə də baxın da, bu rənglə eyni rəngdir. Bu xəritədə yuxarı hissədəydi o. Bax, buradaydı. İndi sizdə atlasızda var da, baxarsınız ona, görəcəksiniz ki, mən düz deyirəm. Mən düz deyirəm, yəni odur, olan odur. 58-ci suala baxaq. Deyək ki, Azərbaycanın geoloji quruluşuna aid olan xüsusiyyətləri müəyyən eləyin. Yəni, elə sözlər demək, geoloji quruluşa aid olsun. Böyük və Kiçik Qafqaz dağları Mezozoy erasında Təbaşir Yura dövrünün suxurları bir neçə dəfə bayaqdan bunu mən təkrarlamışam. Düşünürəm ki, onu daha çox demək ehtiyac yoxdur.
Yan silsilədə alt və üst paleozoy dövrünə aid olan ən qədim süxurlar. Yəni ki, daha doğrusu alt paleozoya aid olan zəmçə əsrik çaydır, üst paleozoyda dərələyə, yəni sədərək qalxması. Bunun yan silsilə buradadır. Yan silsiləyə heç bir aidiyyəti yoxdur. Ona görə də bu səhvdir. 4-cü dövrün vulkanik süxurları Qarabağ vulkanik yaylasına yayılmışdır. Bəli, yayılmışdır. Səthə çıxmışdır. Bu doğrudur. Geniş yayılmışdır yazır. Doğrudur. Sonra 4-də deyir ki, 4-cü dövrün çəkmə suları Samur Dəvəçoğlu, Lənkəran ovalığında üstünlük təşkil etdi. Samur Dəvəçoğlu Q hərfi idi də o. Burada da bax fikrini var ikisinə. Dediyim kimi o Q hərfi burada yazılıb yuxarı hissədə. Ona görə bu da doğrudur. Sonra 6-da deyir, 5-də deyir ki, Qanı Xəriçayda təbaşir yaşlı suxurlar geniş yayılmışdır. Qanı Xəriçay cücəli buradadır. Burada təbaşir deyil. Burada 4-cü dövr suxurlarıdır. Ona görə də bu da çıxacaq. Alt paleozoy dövrünə aid olan ən qədim suxurlar Zəyəm çayı, Əsrik çay hövzəsində geniş yayılmışdır. Buradan söhbət gedirdi, o da doğrudur. Demək, bu suala 4 dənə cavab düzəldi. 1, 3, 4, 6. 59 sonra neogen yaşlı suxurları bizdən istəyir. Yenə də xəritə yanımızda baxmışsınız, müəyyənləşdirmişsiniz, dəqiqləşdirmişsiniz. Xəritəyə baxa-baxa, öyrənə-öyrənə də yazırsınız. Yəni, bunun qaydası belədir, belə olmalıdır. Neogen dövrü burada Ceyran çöldə süni təşkil edir, 5 olacaqdı. Təbii ki, 2 də var. Həmin əraziləri mən işarələdim. N hərfi görəcəyiz işarələdiyim ərazidə. Sonra bir də ki, Qusar maili düzənliyində bu hissədə orada da N hərfini görə bilərsiniz. Demək, burada olacaq 2, 4, 5. Sonra 60-cı sual. 60 sualda deyir ki, ölçüsü dəyişdi biraz. Verilən demək, biraz böyüdüm. Verilən əlamətlərə əsasən geoloji eranı müəyyən edin. Örtülü toxum, bu bizdə cədvəl var idi. Həmin cədvəldə, geoxronoloji cədvəldə də yazılıb. Bir də biosfer bölməsində girişində bəzi bir dənə cədvəl var. Həmin cədvəldə bu məsələlər bir xeyli yazılıb orada. Örtülü toxumlu bitkilər və quşların yaranması, bu Pantalası müasir okeanlara bölünməsi, yayıldığı ərazilər, yayılmadığı ərazilər, örtülü toxumlu bitkilər və quşların yayılması, Lavraziya və Gondwana parçalan müasir materiklər əmələ gətirməsi. Burada ikili kombinasiya var da, yəni örtülü toxumlu bitkilərin yayıldığı ərazini tapmalıyıq. Daha doğrusu o bilməliyik ki, bu və quşların və bilməli bu hansı eradır. Eranı tapandan sonra bilməliyik ki, həmin eraya aid olan suxurlar harda yaşayır, mövcud olub. Təbii ki, burada verilənlərə görə örtülü toxumlu bitkilər və quşlar Mezozoy erasında, Lavraziya və Gondwana parçalanması, Pantalasın müasir okeanlara bölünməsi. Yəni bu, ona görə də burada Qarabağ silsiləsi olacaq. Ceyran çöl Acınoğur ikinciyə gedəcək. Üçüncüdə birinciyə Qarabağ silsiləsi, ikinciyə hamısı yoxdur. Yəni birinci olur Mezozoy erası, o təbaşir yörə suxurları yerləşdiyinə görə Qarabağ silsiləsi. İkincidə Kaynozoy erasına söhbət gedir. Lavraziya və Gondwana müasir okeanlara parçalanması. Ona görə 5 gedəcək. Bir də Pantalası müasir okeanlara, o da 6 gedəcək. 1, 5, 6. Biraz mürəkkəb sual idi, açıq deyim. Biraz maraqsızlığı da var idi. Yəni, daha doğrusu orada cədvəl var. Geoxronoloji cədvəldə olan materialları tam əzbərləmək, biraz əzbərçilik bilik istəyən bir sual idi. Məntiqi az, əzbərçiliyi çox olan sual idi. Biz də bilirsiniz ki, coğrafiya müəllimləri elə suallar sevmirik o qədər də. Çünki biraz məntiqə söykənən suallar olmalıdır da. Bir şahid düşündürücü, əzbərləməklə deyir ki, yaddaş nəyə lazım? Çox böyük yaddaşa ehtiyac olan sual yox, daha çox bacarığa, yəni məntiqi düşüncəyə aid olan suallar lazımdır ki, inkişaf etdirici olsun. Nəysə, 61-ci sual. Deyir ki, maqmatik vulkanlar Böyük İşıqlı Gəlinkaya, bir də Qalmaz, Qızılboğaz daha doğrusu. CD-də də demək olacaq Keyrəki ilə Qalmazda Palçıq vulkanıdır. ABY-dir bu. ABY, cinsi CD. Belə orada ABY, CD. Sonra uyğunluğu müəyyən olunur. Maqmatik vulkanlara Qızılboğaz, Otman Bozdağ, bir də Pərisingil ADY olacaq. ADY. O birine də axtarma paşalarına ki, bunun bir siyahısı var da, həmin o siyahını öyrənmək lazım. İstəyirsiniz mən o şifahi sizə deyim.
İndi yadıma düşənləri deyəcəm. Bu hissədə yerləşən palçı vulkanların, daha doğrusu sönmüş vulkanların hamısını birincisini sayacağım sizə. Ən məşhuru Qızılboğazdır. Demək, Böyük İşıqlıdır, Dəli dağdır. Sonra Pəriçınqıl, Ayçınqıl, Qırmızı dağdır. Bir də Canqutarandır. Bu hissədə yerləşən palçı vulkanlarda demək torağa Çeyrək Düşənizdə Xışıq Səhərli, Axtarma Paşalı, Güzdək, Lökbatan Qaradağ, Ayrantökən və s. Burada da demək adi bir dəqiqə maqmatik vulkanlara 62-də bir də yazalım, desə səhv oldu burada. Maqmatik vulkanlara Qızılboğaz olacaq. Səhv yazılmışdı. Bir də Pəriçınqıl. AY. Sonrakılarda palçı vulkanlarına da BC-dir. BC-dir. Uyğunluğu müəyyən edin. Nə deyir? 60. Yekunlaşırıq, son 2 sualdır. Deyir ki, paleozen kristallı şistlərdən ibarət olan qədim suxurlar, yəni paleozen dövrünə aid olan ən qədim suxurlar deyir. Təbii ki, bu 2-yə gedəcək ya. Sonra deyir ki, 4-cü dövrə püskürmüş vulkanların külləri. O yoxdur, 4-cü dövr vulkanları buradadır, o ola bilməz. Burada yoxdur elə bir şey. Yəni, bura 2 yazıram bu yanına. Sonra paleogen yaşlı vulkanik suxurların üstünü təşkil elədiyi ərazini soruşur. Bu C buradadır. Bura 1 də yaza bilərik. Çünki biz demişdik ki, Kiçik Qafqaz tektonik zonasının hər yeri vulkanik suxurlar üstünü təşkil edir. Həm də burada paleogen suxurlardır. O baxımdan doğrudur. Sonra ərazidə Mezozoy erasının suxurları üstündə Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağlığına aid idi. Təbii ki, bu heç birini getməyəcək. 4-cü dövr yaşlı çökmə suxurlar Samburda və Sov alana 3 də bura yazarıq. Onlar 1C, 2A, 3Y. C, A, Y. Sonuncu suala baxacağıq deyəsən. 64 uyğunluğu müəyyən edin. Neogen çöküntüləri, bax yenə də fikir versiniz, bütün söhbətimizin hamısı demək olar ki, 2 xəritənin üzərində getdi. Bir, bu geoloji xəritənin, bir də tektonik zonalar xəritəsinin üzərində danışmışıq demək olar ki, 64 testin hamısının. Neogen suxurları, bax bu biri budur A, burada N hərfi görəcəyiz dairənin içərisində. Sonra Yura, Təbaşir və Yura dövrünün suxurları Böyük və Kiçik Qafqazın yüksək dağlığına aid. İndi burada Kiçik Qafqaz verilməyib, Böyük Qafqazda Yura görəcəyiz burada. J hərfinə işarə olmuşdu Yura, bu tərəfə baxın. Bir də axırda da paleogen. Paleogen həm Talış dağlarında P hərfi var burada, paleogen bu. Bir də Şahbuz və Culfa rayonlarında paleogendən ibarət böyük bir ərazi var. Bayaq o barədə danışdım, bir də bu. Demək, neogeni getdi 1 oldu A, 2-yə getdi C, sonraki də D, Y idi. Desə səhvləmirəmsə belə oldu. De baxım. Demək A, C, D. Hə, doğru, doğru. Diqqətlə dinlədiyinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, işinizə yarayar. Sizdən hər bizdən xahiş edirəm videonu bəyənmək, kanala abunə olmağı, bir də hansı bölgədən videonu dinləyirsinizsə şərh bölməsindən qeyd edin. Sağ olun, uğurlar arzu edirəm hər birinizə.